Salamlar. Bugün sizə elektron qaymələrin daxilini necə götürmək lazımdır, proqramı necə istifadə etmək lazımdır, onu göstərirəm. Extensions'ə daxil olursunuz. Burada bu mod açıq olmalıdır. Sizə zip fayl göndərir. Zip faylın içində exe və proqram var. Exe hissəsi istifadə edə bilərsiniz. Sonda videonun sonunda misal üçün exe necə istifadə etmək lazımdır. Proqramın özü isə buradadır. Proqramı hansı papkaya qoyursanız o papkadan silməlisiniz. Proqramı sadəcə yüklüyorsunuz. Papka olaraktan yüklüyorsunuz. Proqramın içine daxil olmadan papkanı seçirsiniz. Və aktivləşdirirsiniz. Proqram açıq olduqdan sizə login veriləcək. Həmin logindən daxil olasınız. Burada sizə 3 rejimdə bildirilir. Nə üçün 3 rejimdə? Ola bilər sizdə internet zəifdir və yaxud da taksitdə çətinlik var. Yavaş sürətlə 6,1 qaymaya 6,1 saniyə yükləyir. Orta sürət 3,1 saniyə yükləyir. Sürətli isə 1 qaymanı 2,1 saniyə yükləyir. Buradan gələnlər, gedənlər seçdiyiniz istənilən qaymanın, məsələn 10 qaymanı seçirik. Biz burada seçirik. 10 qaymanın daxilini bizə tam yükləyəcək. Orta rejimdə qoyacağam. 45 saniyə yükləyəcək. İstədiyiniz vaxt yandıra bilərsiniz. Çalışın qoyanda 50-100 qaymaya qoyun. Çünki taksitin üzərində donmalar olur, bəzən bilirsiniz. Həmçinin növbəti videolarımızda PDF-lərini avtomatik olaraq 10 qaymanın PDF-ini birdən necə yükləmək lazımdır onu göstəriləcək. Qaymələr yükləndi tam detallı şəkildə. Məsələn, ün, adı, xidmətin adı, bütün məlumatlar və həmçinin müqavilə nömrəsinə kimi yüklənir burada. Əsasda, yəni əsasda nə göstərilir? Növü, cari. Sizə Excel dediyimiz Excel göstərirəm. Qaymələrin daxilinə baxın. Bu Excelin bu hissəsinə yüklüyorsunuz və ümumi qaymələrin siyahısını yüklüyorsunuz. Birdən ola bilər ki, siz hansısa qayməni düz yükləyib yükləmədiyinizi buradan yoxlaya bilərsiniz. İstəsəz özünüz də həm proqramı qoya bilərsiniz. Bu sum if-dir. Sum if-i bizi işlədəndə rahatlıqla bilir. Kanalımıza abunə olun ki, növbəti videolarda məlumatda olasınız.